Pasiyentimiz Cavan oğlan həm də idmançıdır. Son zamanlar idmançılarda bu problemlərlə biz çox rastlaşırıq. Səbəb təbii ki, burada ağır fiziki yükün, bəzən isə su dietasının təsirindən bağırsaqlarda qəbizlik yaranır. Sonraki dövrdə uzun müddətli gücənmələr və düz bağırsaq venaların şişkinləşməsi və sonunda da bobasilin yaranmasına səbəb olur. Neçə ildir bu problem qardaş səndə? 20 ildən çoxdur. 20 ildən çoxdur. Diqqət edirsinizsə. Son zamanlar bizim pasiyentlərimizin babasil stajları 20-dən yuxarıdır əksəriyyətində. Artıq burada bütün seyirli qişanın sirkulyar sallanması, bütün daxili və xarici düyünlərin böyüməsi baş verir. Xəstə artıq dözülməz vəziyyətdə bizə gəlib müraciət edir. Özü idmançıdır, yenə qeyd edirəm. İdmanla məşğul olur. Amma öz sağlığı ilə bu şəkildə məşğul olur. Artıq əməliyyatın gedir, şükür. Heç bir ağrın yox. Özün hiss edirsən, danışırsan bizlə. Allahın köməyi ilə 15-20 dəqiqəyə əməliyyatınız başa çatacaq. Uğurlar. Bir daha tövsiyə edirəm, vaxtında müraciət edin. Bu vəziyyətə salıb gəlməyin.